Qarabağ Azərbaycandır qardaşım. Demək uşaqlar bu gün burada gördüyünüz bu böyük kadro ilə bir yerdə şar futbolu oynayacağıq. Arxada gördüyünüz böyük topların içərisində birazdan hamımız bir-bir girəcəyik və bu gördüyünüz sahada mücadilə eləyəcəyik və uduzan tərəf bütün şotu verməli olacaq. Şotumuz da əgər indi ekranda bir yerlərdə yazıram şotumuz nə qədərdir. Bu gün Bubble Ball arenasındayıq. Onların da Instagram səhifələrindən aşağıdakı linkdən tapa bilərsiniz. Bu gördüyünüz qaralar VS ağlar eləyirik. Yusif, Elnur, mən bir komandada olacağıq. Ramal, Samir və Tüfəydək takımda olacaq. Adlar yazma çıxdı. Bu cür ağlar VS qaralar komanda şəklində oynayacağıq və uduzan bütün şotu verəcək. Ekranda görəcəksiniz bizim əgər şotumuz nə qədər eləyəcək. Bir-bir soruşuram görəm nə şəkilsiz. Səncə udacağıq? Qardaşım, mənə gəlir ki, böyük ehtimalla udacağıq. Niyə? Çünki biz Allahın cəzası, onlar da Allahın lütfu. Yani bunlar Allah'ın lütfu, bunlar Allah'ın cezası, bu şekilde olmaz ki. Bax Çempionlar Liqası elə bil. Bax PSG ilə elə bil, nə bilim, Qarabağ. Fatmaların, Zeynəflərin duası ilə bu gün qarşıda kimlər var? Qarşıda güclü rəqibimiz olmasa da bu gün əminəm ki, rahat 3-4 fərqlə qazanacağıq da. Bunu özümə bir söyüş kimi qəbul edirəm və bu oyunu udacağam, bəli. Albionslar udacaq. Əslində biz ağları prosta qara olmuş. Birinci burada toplara girmədik bu arada. Toplara girmək mərhələsində bu qaqaş bizə başlardı. Mədəl girdik. Ramal girir. Mən girirəm, mən var emin girirəm. Bu Ramal üçün biraz yaxşıdır bu Ramal. Başı sırada qalır burada. Mən girmədim. Hayır, ama ihlal elədin, o vardı, sən şar deyil. Səsim özümə yox ver ama. Qardaşım, o iş gitməyə var biraz. Qardaşım, səsim özümə yox ver, qəribə hiss etdirsən. Abi bir dəqiqə, Ramalda qırmızı geyli baxır. Üzərində qırmızı nöqtəsi olanlar ağ komandadan, mavi nöqtələri olanlar isə qara komandadan. Görə elə kim birinci qol atacaq? Bura kameramana girişmişlər deyə atılan qol görməmişik, ancaq bir-bir hesab edir. Buram bana kömeğini. Burada da. Ya sen bizden sen dönün ya. Sen yollaşsın ha o ara bırak. Ay orada dombaldığım ben düzelden olmadı. Hiç durabilmirdim bir saatte. Çok yorulmadım. 2-1'di bu arada Neçe. Ay sistem pişti mi ya? Allah. Ya. Kardeşim sen ne var da? Kim? Kapıdan dur udarla ha.
Bu arada mən dəqiq skorları ekrana yazıram çünki oyun gedə-gedə heç birimiz dəqiq skoru düz deməmişik. Ekranda yazılan skorlara baxın, onların dilinə baxmayın. Kardeşim taktikamızı belli eləmə. Sən şot desəsən bizim xəbərimiz yoxdur. Şey var, bir arvad deyirdi. Çok şükür ya Rabbi. Yollar hamısı təlim məqsədidir, evdə yoxlamırsınız. Video like atırsınız. 3000 like gəlsə təzən gələcək bura da. Amma bax, ucuz evdə çəkir tutsa adam. Bu da bax. Bu hələ son deyil. Oyunun sonunda görüşəcəyik. Qardaşım biz həmişə arxadan olmuş. Mən o topu tutardım, Allah proz yıkılmışdım ya. Vurma başa sal. Oy süper Selka. Həqiqi mükəmməlliyi. Sən qoymuşam 4 dənə. Mbappe oynuyor. Ayağının altında sürüşünü tapır. Pas yaxşı deyə mən görə bilmirəm. Taktiki analiz söhbətlərcədir. Xahiş edirəm bunları. Buradan şey diyeyim ha. Adamın üstünden vuru görmüyorum. Abi geriyə atarsan tərəzin ay gözündə burada bulsun. Ne yapsın çıkıyor? Çox çətindir. Kim attı qolu? Bana bak Azərbaycandır qardaşım. Tamir tadilat. Birazdan bunların hamısını bitirəcəm burada. Mənki rezini qopub. Açdın deyirəm, açmırlar. Top necə yerə girirlər. Orada qəşəng yapışdın yerə. Öpürəm qardaşım. Əsas şey qalaq. Komandanın dəyişikliyi oyunu satmaq lazımdır. Görürük ki, güc dengesizliyi olur. Biz buna görə də Ramalı öz komandamızı aldıq, üstə qabağa göndəririk. Artıq bilmirəm nə qədər məntiqli bir seçim idi, ancaq elədik də. Qardaşım arıq olsaydı qolumuzda gücümüz birimizdə sözümüz var inşallah. Ya Allah.
Orada bir dənə 360 atdım. O inşallah səsləndir. Burada şişardan heç biri Emre barədə. İnşallah təhlükəsiz yerimizi təmin etmək üçün belə təsəvvür. Mən dedim oynaya bilmirəm. O gəlib güclüləri verirlər. Götürdülər. İki Samir götürüb Romalı götürdü. Bunda da ortalıqda unutdu bəs. Aralarında qayıtdı. Tuncay var ya bir sənin nətər ortağa lazımsız ditdili olur abi. Mən qorxucu bilet qaçarası. Futbol etikdə kim bacarığında kömək edir. O girişi atanlar. Nə inşallah bu video bu qədərdir. İndirəm sevdiyiniz bir video olmuşdur. Qardaşım bu çox bəlkə bu arada. Real futbol oynamağımızı istəyəcəm bu videoya 3000 like atmağı unutmayın. Saxtada 2 eləyir. Mənə qarşıma 2. 2 yarım. 2 yarım, 2 Yaxşı. 2500 adamı. 2500 like gəlsə əgər Real futbol oynayacağıq. Bu səfər 6-6-ya oynayarıq yəqin. Bu gün çox yaxşı dombatdıq bu şarları. Şarları. Ən çox son gol vurdum bu. Mən. Mən ümumi komandada daha çox gol vurmuşam. Amma yo bax bir dəqiqə 4 dənə bu izə vurdum. Hamısı 2 dənə də bu izə vurdu. Yoxdur məncə. Məncə Azərbaycanı seçməyiblər bu balon futbolu. Manchester United Bursa Spor'a karşı Alex Ferguson, Sercan ve Rooney. Sercan mı, Rooney mi? Volkan mı, Nani mi? Ozan mı, Berbatov mu? Volkan mı, Nani mi? 1-1 qaldı. Sinan Engin mi, Alex Ferguson mu? Bu futbolda qayda yoxdur da, yəni sağ qalmaqdır. Qaydasız futbol. Benim videodan daha çok gəlməsi istəyəcəm bu videoya bir dənə like atmağı unutmayın. Gələcək videoda görüşmək üzrə. Sağ olun. Uşaqlar siz də əgər bizim kimi belə top futbol oynamaq istəyirsə, Bubble Ball Scar məkanına gələ bilərsiniz. Instagram səhifələrini açıqlama qisminə qoymuşam. Yəni çox maraqlı vaxt keçiririk. Məncə siz də gələ bilərsiniz. Bu qədər.